Salam əziz izləyicilər. Mən astroloq Aytən Salami. Astrologiyanı öyrənirəm və Astrolab kitablarının müəllifiyəm. Hal-hazırda izlədiyiniz veriliş isə Merkur retrosudur. Onu da qeyd eləmək istəyirəm ki, bu verilişdə biz dəvət olunmuş qonaqların xəritəsi əsasında onların keçmişinə, yaşanmış hadisələrinə bir səyahət eləyirik. İndi isə gəlin keçid alaq bugünkü qonağımın təqdimatına. İlk öncə onu astroloji təhlil edəcəm. Çünki doğum xəritəsinə baxanda yüksələn bürcü tərəzidir. Ona zərif bir aura verir, estetik baxış, insanlarla ahəng yaratma qabiliyyəti. Günəş bürcü əqrəb isə ona dərin, sirli bir aura bəxş eləyir. Ay bürcü xərçəng isə onun qəlbinin çox həssas olduğunu göstərir və eyni zamanda o bu həssaslığını və duyğularını öz sənətinə gətirib. Bugünkü qonağımız Azərbaycan Rəssamlar İttifaqının və eyni zamanda UNESCO Beynəlxalq Assosiasiyasının üzvü, gözəl rəssam, adı kimi Mehriban xanım Mehriban Alışovadır. Mehriban xanım, xoş gəlmisiniz. Təşəkkür edirəm. Çox sağ olun Aytən xanım, dəvətinizə görə mənə çox xoş oldu. Təşəkkür edirəm. Mən çox məmnunam ki, siz mənim dəvətimi qəbul etdiniz, məni qırmadınız və bugün burada iştirak elədiniz. Və bilirsiniz ki, əziz izləyicilərimiz də bilir ki, bugünkü bizim verilişimizin formatı sizin doğum xəritənizə əsasən hazırlanmış suallardan olacaq. Həm doğum xəritəniz üzərində hazırlanmış suallarla bugün biz diskussiyalar eləyəcəyik. Eyni zamanda maraqlı interaktiv bürclər barədə oyunlar da edəcəyik birlikdə. Mehriban xanım, yəqin ki, hər bir insan kimi sizin də bürclərə bir marağınız var. Belə bir ziyalı xanımın ümumiyyətlə astrologiyaya və bürclərə qarşı olan münasibətini, fikirlərini öyrənmək istəyərdim. Düşünürəm ki, bu tamaşaçılarımız üçün də maraqlı olar. Aytən xanım, belə deyərdim, doğrudan da maraqlıdır. Astrologiya çox maraqlıdır. Mən özüm də bəzən kitabları oxuyuram, vaxt tapan kimi oxuyuram. Bilirsiniz, rəssamam, mən çalışıram ancaq emalatxanada, günüm orada keçir. Həm də çox vaxt əlim belə deyək, boyalarla olduğuna görə çox vaxt kitablara müraciət etmirəm, məcburam. Amma rahat olan kimi müraciət edirəm. Məhz astrologiyaya aid kitabları sevirəm. Sizin də maşallah gözəl kitablarınız, biri 2 dənə kitabınız maşallah öyrənirəm. Çox gözəl kitablardır. Onları oxumuşam, sevə-sevə. Siz get-gedə elə bir ki, adam insanları tanımaq istəyir. Bəli. Söhbət əsnasında siz də yəqin çox gözəl bilirsiniz ki, əqrəb bürcündə bu var. Hiss çox güclüdür, var. Hərdən mən uşaq vaxtı özümü dərk eləyəndə, cavan vaxtı mənə elə gəlirdi ki, mən özümdə onu fikirləşirdim ki, mən seçilmişəm Allah tərəfindən. Bu mənim hissim idi. Cavanlıq hissi də ola bilər. Tamamilə doğru fikirləşirsiniz. Cavanlıq hissi idi, ola bilər. Amma mən onu özümdə hiss edirdim ki, yox, mən tamam ayrı, mən seçilmişəm, mən bilirəm. Mən elə olurdu ki, mənim bacılarım hamilə olan vaxtı yadıma düşürdü ki, mən deyirdim ki, o vaxtı yox idi axı. Cinsiyyət yox idi. Mən o vaxtı deyirdim ki, böyük bacılarım, məndən böyük bacılarım, mən deyirdim ki, səndə oğlan olacaq, səndə qız olacaq. Əqrəb bürcü. Əqrəblərin hissiyatı çox güclü olurlar, Mehriban xanım. Yəni, siz həqiqətən də seçilmişsiniz ona görə ki, sizdə dərin intuitiv qabiliyyət var. Yəni, siz insanların görmədiyi bir şeyləri görüb və hiss edirsiniz. Doğru Aytən xanım, o qədər məndə o hiss var idi ki, məktəbdə oxuyanda da yadıma düşür ki, dərsi hazırlamağa mən bilirdim ki, müəllim bugün məndən soruşacaq. Mən bunu öyrənməliyəm. Yəni, sabah soruşacaq. Bəli. İnanırsınız Aytən xanım, soruşurdu da. Mən bilmirəm nədəndir, ya bilmirəm, hesablayırdım o vaxtı. Yox, hiss eləyirdiniz. Bilmirəm nə idi, hesablayırdım ki, bəlkə mən 3 dərsdir, 5 dərs müəllim. Bilmirəm, onu deyə bilmərəm. Bircə onu bilirdim ki, o hiss məndə var idi. Daha da hazırlaşırdım ki, müəllim məndən soruşacaq. Bu hisslər var idi. Bax, deyirəm, bacılarım hamilə olanda deyirdim, qız olacaq, oğlan olacaq. Yuxularıma gəlirdi. Yuxularınız. Aytən xanım, mənim yuxularıma gəlir. Çox şey mənim yuxuma gəlir. Bax, biz sizi gör nə vaxtdan tanıyırıq. 5 ilə yaxındır tanıyırıq sizi. Uşaqlarımız bir oxuyur da. Mikaillə, mənim Əmir balam bir oxuyurlar. Mikailı mən sizə bir açıqlama, doğrudan bu bir, bilmirəm bu Allah Taala'nın bir mənə bir
Bilirsiniz necədir? Elə bir ki, kainatdan mənə bir Mesaj yuxularıma gəlir. mesaj Mesajlar gəlirdi ki, gəlir. sənin həyatın başqa olacaq. Deməli, mənim yadıma düşür ki, o vaxtlar uşaqlar var idi, 3 dənə uşaq var idi, böyümüşdülər, yekə uşaq idilər, 15, 16, 17, 18 yaşlar var idi və mən yuxularımda mənə uşaq verirdilər. Bəli, bax, uşaq. Mikailin necə körpə vaxtı uşaq var idi, ağ uşaq, gözəl uşaq, mənim qucağıma uşağı verirdilər. Mən o yuxunu görmüşəm bir 4 dəfə, 5 dəfə intervalla, hardasa bir ildən bir, il yarımdan bir mən onu görürdüm. Və yoldaşıma da deyirdim, mənə uşaq verirdilər. Mənə uşaq verirlər. Yoldaşım hərdən bir başqa bir zarafat deyilirdi. Deyirdim, yox, uşaqlar böyüyüblər, ayıbdır bundan sonra nə övlad. Yəni ciddiyə almırdım. Amma o uşaq mənim hər dəfə gəlirdi, yuxularıma girirdi də. Yenə deyirəm, aralıqla. İnanırsınız Aytən xanım, Mikail olandan sonra o yuxularım kəsildi. Bunu mən evdəkilər də bilirlər, yoldaşım da. Biri var ki, bu sonradan deyəsən, amma biri var, mən dəfələrlə yoldaşıma deyirəm ki, bu yuxu nədir belə mənə? Bir müddət keçir təzədən yuxu, eyni yuxu gəlir mənə, eyni yuxu gəlir mənə. Deməli, ya mənim hissim güclüdür, ya Allahla bağlılığım güclüdür. Bilmirəm, qurban olum Allaha. Elə həm sizin hissiniz güclüdür, həm də Allah sizə elə bir bağlantı belə deyim verir. Ona görə ki, xəritənizdə güclü su ünsürü var. Bu nədir? Təkcə sizin Günəş bürcünüz Əqrəb deyil, Mehriban xanım, sizin ay bürcünüz də Xərçəngdir. Yəni xərçəngin özü də intuisiyadır, duyğulardır, həssaslıqdır, ilahi bağlantıdır və xəritədə güclü bir su ünsüründə stelium var. Bu da nə verir? Hisslərini çox dərin yaşayan, intuisiyası çox güclü olan, yuxuları çin çıxan, həqiqətən də Tanrıdan, Allahdan sizə hər zaman bir mesaj gəlir. Sizcə bu xəritənizdə olan bu su ünsürünün artıqlığı, emosional dərinlik, rəssamlığa başlamanızda və əsərlərinizi hissləriniz ilə ifadə etmənizdə necə rol oynayıb? Yəni, zaten duyğusal birisiniz. Bu əsərlərinizi yaradarkən, rəsm əsərlərinizi çəkərkən bu duyğularınızı ora necə qatırsınız, bu emosiyalarınızı? Bilirsiniz necə deyərdim? Elə bir ki, əsərlərimlə mən yaşayıram. Mən əsərlərimi o qədər sevirəm. Bax, indi mən böyük festivala getmişdim Türkiyədə, yəqin izləyirdiniz. Böyük bir, gözəl bir festival oldu. Maşallah, hər zaman səsiniz yüksəklərdən gəlsin. Mən izləyirəm sizi. Çox sağ ol. Deməli, 47 ölkədən böyük beynəlxalq rəssamlar toplaşmışdılar. Mən sözümün canını gətirirəm, nəyə görə deyirəm. Deməli, bütün əsərlər sərgidən sonra gətirildi, otelə qoyuldu. Hər kəs öz əsərini götürür. Və mən düşdüm ki, əsərimi götürməyə 3 əsər aparmışdım. Düşürəm əsərlərim yoxdur. Təsəvvür edirəm mən. Elə bir günə ki, ona görə deyirəm, bağlılığım əsərlərimə. O hərdən deyirləri balası kimi doğrudan elədi. Onu biz sıfırdan başlayırıq, əzizləyə. Mən kətanın üzərində başlayanda belə mən kətanı sığallayıram. Çünki bilirəm orada mənim hisslərimlə yaşayacam və əsərlərim yoxdur. Təsəvvür edin. Orada kuratorlar hamısı gəldilər. Mehriban xanımın əsərləri yoxdur. Aləm qarışdı bir-birinə. Kameralar açıldı. Sonradan birdən bizdən gedən qızlardan biri dedi ki, Mehriban xanım, axı biz iyun ayında da gedəcəyik Türkiyəyə. Böyük bir sərgimiz var. O əsərlər getdi ora. Biz çox əsər aparacağıq. Əlavə siz 2 dənə əsər də götürəcəksiniz. Siz təsəvvür edirsiniz. Mən o 1 saat yarım ərzində mən elə bir günə görürəm. Balanızı itirmişdiniz. Balan itirir, axtarırsan dəli kimi, bax, oteldə. Deyirlər ki, ora ola bilməz, Mehriban xanım, ora girməyin. Deyirəm, yox, ola, birdən kimsə aparıb ora qoy. Niyə imindən mənim əsərim? Sonradan aydınlaşıb ki, əsəri götürüb aparıblar, başqa studiyaya aparıblar. Elə bir özümə gəldim, rahatlaşdım, elə bir ağlaya da bilmirəm. Deyərlər ki, bu niyə ağlayır? Ondan da utanıram, amma hisslərim o qədər gərgindir, o qədər elə bir dəli kimi olmuşdum doğrudan da. Mən əsərlərimə belə yanaşıram. Yanaşırsınız.
Mehriban xanım, doğum xəritənizə nəzər yetirirəm. Bayaq da vurğuladım ki, ay bürcünüz xərçəngdir. Ay bizim doğum xəritəmizdə qadınlıq, analığımız, qayğıkeşliyimiz, şuuraltımızla və sevgi ilə bağlantılı mövzuları təmsil edir. Ay xərçəngdə əslində ailəsinə bağlı, evinə bağlı bir qadın, həssas qadın xarakteri göstərir. Və eyni zamanda sizcə insanlara qayğı göstərmək, onları xoşbəxt etmək üçün daxildən gələn bir ehtiyacınız varmı? Yəni bunu ay bürcü xərçəng olaraq bunu hiss edirsinizmi? Çünki mən sizi tanıyıram və mən bilirəm ki, həqiqətən də siz ətrafa qarşı Mehriban xanım çox ana rolundadır. Yəni hara getsək, Mehriban xanım hamını qoruyur, qovluyur. Deyək ki, orada bir ana kraliçə rolunu oynayır. Və indi mən sizin doğum xəritənizə baxıram ki, sizin ay bürcünüz xərçəngdədir. Və bu ehtiyac sizə daxildən gəlir. Bunu necə bəzən idarə edirsiniz, kontrol edirsiniz? Çünki hər bir insana da qayğı, diqqət göstərmək insanı yorur. Çox çətindir. Amma özümdən asılı deyil. Adi qarşımda kimsə oturub da, tutaq ki, məsələn üçün, baxıram ki, oradan ona soyuq vurur. Hə. Mən mütləq deyirəm ki, buranı ört, buranı bağla. Ya neysə bilmirəm. Ya qarşımda biri, uşaq gedir, baxıram orada təhlükə var. Uşaq yıxıla bilər, uşaq gedə bilər. Baxıram ana baxmır, tutaq ki, insan da başı qarışıb. Mən atıram işimi, qaçıram, tez o uşağı qoruyuram. Bax, indi axşam təyyarə ilə gəldik. Bir nəfərdir, rüqsaqdır, kürəyinə atıb, oturmuşdu, durdu ayağa, qadındır, uşaq körpə uşaqlandı. Birdən rüqsaqın belə eləyəndə uşağın başına körpə uşaqdır, deyə bilərdi. Mən arxadan tez qaçdım, gəldim, əlimi belə tutdum rüqsaqı uşağın başına dəyməsin. Sonradan aydın oldu, belə atadır, təsəvvür eləyirəm. Ata belə layiqiyyət yanaşır. Bu da belə baxdı ki, yəni bu niyə mənim? Göstərdim ki, uşağın başına dəyir. Yəni bilmirəm bu nə hissdir məndə. Ay bürcünüz xərçəngdə istər-istəməz instinkt olaraq qeyri-ixtiyari şuur altında qoruyuculuğunuz var. Yəni siz bir ana kimi gördüyünüz ətrafda hər bir insana ana kimi, qoruyucu bir mələk kimi yaxınlaşırsınız və bu hissinizi də idarə edə bilmirsiniz. Çünki ay bürcümüzü biz dəyişə bilmirik və idarə edə bilmirik. O qeyri-ixtiyaridir. Yəni siz onu kontroldə saxlaya bilmirsiniz. Hətta dediyiniz o təyyarədəki məsələdə belə görürsünüz, sizin reaksiyanız odur. Yəni siz qeyri-ixtiyari olaraq o uşağı qorumaya almaq istəyirsiniz. Yad adamdır da. Yəni təsəvvür edirsiniz mən öz balalarıma necəyəm. Bilirəm. Birdən onu təsəvvür edirəm. Mikaillə təsəvvür edirəm. Mən Mikail yatır, mən demək olar ki, mən ayıq yatıram. Üstünü örtürəm. Bax, güdürəm. Uşaq belə çevrildi. Aha, birdən o tərəfə açıq qaldı, ötürəm. Mən yuxu yatmıram. Bax, belə. İndi biraz böyüdükcə uca rahatlaşıb. Baxıram ki, uca əvvəlki kimi ora-bura çevrilmir. Deyirəm, Mikail, get-gedə deyəsən, mən yatacam. Təsəvvür elə, indi deyirəm, get-gedə mən yatacam. Xəsiyyətimdir. Gəlirlər, oturar. Tutaq ki, gəlir, oturur. Yığışmışıq da yemək stolunun arxasında. Yuxarıdan görürəm ki, açıqdır, nəfəsdir. Heç kəs fikir vermir ona. Hamı özü üçün oturub yeməyi. Deyirəm, tez gedib onu bağlayıram. Bu da bir şey deyil. Ömürdən gedir. Belə cərəyan olar, birdən kimsə xəstələnər. Mehriban xanım onu fikirləşir. Çox aşırı dərəcədə həssasam. Əslində çevrəniz üçün bu çox gözəldir. Çünki qoruyucu bir mələk var başının üzərində. Amma sizin üçün, yəni insanı biraz yoran bir xüsusiyyətdir. Enerjinizi alır. Xanım, o qədər yoruluram. Otururam, bax nəvələr hamısı oynayıb. Hamı özü üçün gülür, danış, amma mən fikirləşirəm. Birdən uşaq yıxılar başı dəyərtinə. Ay uşaq, bəri gəl. Yıxılarsan hesablayıram. Onu hesablayıram mən. Uşaq birdən belə yıxıldı, hesab götürürəm. Dəyərmi başı? Aha, dəyməz, yox dəyməz. Aralıq çoxdur. Axı, sən niyə bunları fikirləşsən? Özümdən asılı. Çünki özünüzdən asılı deyil. Ay bürcünüz xərçəng. Yəni özünüzdən asılı deyil. Mehriban xanım, 2019-cu ilə keçid eləmək istəyirəm. Çünki 2019-20-ci illərdə karyera evinizdə yaşanan tutulmalar olub astroloji olaraq və həyatınızda önəmli bir döngünün başlanğıcı, iş və karyera 19-20-ci illər, hardasa belə götürək pandemiya dövrlərində. Xəritənizdə Əqrəb bürcündə güclü bir planet toplaşması, sizi bu dərin hisslərin sənətə çevrilmə potensialı, iş və karyerada artıq müəyyən bir mövzuların ortaya qoyulması və eyni zamanda rəssamlıqla bəlkə tanışlıq
tanışlıq, bilmirəm hansı dövrlərə təsadüf və yaxud da tanışlığınız vardı artıq orada Var siz idi, başlamısınız yavaş-yavaş inkişaf eləməyə, iş karyeraya gəlməyə. Yəni o pandemiya dönəmi sizin həyatınızda böyük ehtimal ki, böyük bir dəyişim olub. Rəssamlıq sahəsində ucalma, yeni bir şeylərə başlama və yaxud da ki, bəlkə sərgiləriniz bəlkə daha çox belə deyim, əvvəldən var idi, amma daha çox rəsm çəkməyə mi başlamısınız, özünüzü ona mı həsr eləmisiniz? Yəni artıq siz o rəssamlığı bir peşəyə çevirmisiniz. Bəli. Yəqin ki, razıyam sizlə. Çox doğru vurğuladınız. Ondan qabaq məşğul idim. Bir 3 il, 4 il idi məşğul idim. Sadəcə pandemiya dönəmində vaxtım çoxaldı. Bilirsiniz, o deyirsiniz, həssas insanam deyəni o qədər ona buna vaxt ayıram deyirəm. Özümə vaxtım çatmır. Amma pandemiya dönemində mən çəkildim İnzivaya. Və bağda, mənim emalatxanam Bağdadır. Çəkildim ora, ancaq mən gecə gündüz başladım rəsmlər çəkməyə. O qədər mən əsərlər işlədim. Pandemiya bitəndə mən böyük öz belə deyək şəxs fərdi sərgimi etdim. İlk sərgimi etdim. Bəli, pandemiya bitən kimi ilk sərgimi etdim və doğrudan da belə deyək, onunla da dediyiniz kimi dönəm. Karyeranızın bir başlanğıcı və yüksəliş dönəmi. Yüksəliş dönəmi onda başladı. Çünki 10-cu evinizdə, karyer evinizdə bir tutulma var və zaten sizin ayınız 10-cu evdə olduğu üçün siz ruhunuzla, sənətinizlə, rəssamlıqla görünməli insansınız. Yəni siz cəmiyyət önündə o hisslərini belə deyim, rəsmə köçürən və burada da ucalan və yüksəklərdə olan bir xəritə kombinasiyanız var. Zaten bunu siz yaşamalıydınız. Və ona görə hal-hazırda bu yolda irəliləyirsiniz. Və Mehriban xanımın rəsm əsərlərinə gələndə biri-birindən möhtəşəm rəsm əsərləri var. Mənim ən böyük arzularımdan biridir rəssamlıq, amma məndə bu hissiyatlar olmadığı üçün Mehriban xanım sizdə olan o duyğular, çünki rəssam olmaq üçün duyğular lazımdır. Necə ki Mehriban xanım ətrafdakı insanlara bu qayğını, bu sevgini göstərir. O sevgi və qayğı da zaten sənət əsərlərində onu köçürdür. Və Mehriban xanımın məndə çox gözəl bir kitabı var. Talih xətti kitabı. Bəli, bəli. Orada Mehriban xanım, yəni bu mən Azərbaycanda belə bir şey görməmişəm. Məncə bu ilk sizdədir. Mehriban xanımın orada əsərləri var, o əsərlərinə yazılmış şeirləri var. Çox gözəldir. O məndə var, evimin də baş köşəsinə qoymuşam. Elə mən suallar hazırlayanda Mehriban xanım, sizin o əsərlərinizdən ilhamlandım. Deməli, bizim bu verilişdə müəyyən bir rubrika var ki, mən dəvət olmuş qonağa özəl, onun yaradıcılığına özəl belə deyim, mövzuları ona təqdim edirəm və ondan bir bürc əlaqəsi qururuq. Mən istərdim bugün sizin bir neçə əsərləriniz çox gözəldir, biri-birindən, amma bir neçəsini seçmişəm içindən ki, o rəsm əsərlərinizin adlarını çəkəcəm və istəyəcəm ki, sizdən o rəsm əsərlərini çəkərkən hiss etdiyiniz duyğu və yaxud o rəsm əsərini hansı bürcün xarakterinə uyğunlaşdırırsınız, onu deyəsiniz. İlk öncə başlayacağım Simurq quşundan. Simurq quşu nəyə görə? Mən elə bu sualı da burada verəcəm. Mehriban xanım, sizin axı bürcünüz əqrəbdir. Bilirsiniz ki, əqrəb krizlərdir. Simurq quşu da zaten ölmək və yenidən dirilmək, krizlərlə, küllərindən doğulmaq. Məncə elə siz ona görə birinci kitabı açanda da Simurq quşunu mən gördüm orada. Simurq quşunu hansı bürcə oxşadırsınız? Özümə. Əqrəbə. Simurq quş özümə aiddir. Heç bir bürcə oxşatmıram. Elə bilməli Simurq quşu Allah Taala bizdən ötürü yaradıb ki, biz baxaq ona örnək götürək. Küllərindən doğulan, doğrudan da əqrəb bürcü həm cəfakeşdir, həm ailə canlıdır, həm övlad canlıdır. Nə bilim, nəinki ətrafındakı olan qohumlar, qonşular belə xoşbəxtdirlər. Əqrəb bürcünün ətrafında olanlar. Əqrəblər ətrafdakı insanları sevəndə çox sadiqdirlər, çox sədaqətli olurlar. Nə qədər qonşularım olub, bir 2-3 yeri dəyişmişəmsə, indi yaşıma görə hər bir qonşu buradan məni tanıyırlar. Hamısı ilə əlaqəm var. Hamısı çox sevirik bir-birimizi. Onlar həmişə deyirlər, Mehriban xanım, sizdən sonra o qədər boşalıb bu, yəni bütün bina boşalıb deyir. Yəni o deyirəm ki, qədrimi bilin də. Deyir, onsuz da qədrimizi bilinirdik. Yəni, doğrudan da əqrəb bürcü odur. Ətrafa o işıq saçır, özü də ki, özün qurban verirlər belə. İkinci əsəriniz Qızılgül əsəri. Mən səhv etmirəmsə Qızılgül əsərini Leyla xanım Əliyeva. Bəli, bəli. Sizdən alıb. Leyla xanım Əliyeva ilə Arzu xanım Əliyevalar
biz böyük bir Bahar adlı Sərgi. Türk dünyası dövlətlərinin böyük rəssamların birlikdə sərgi keçirilmişdi. Orada biz sərgi bitib, hamı dağılıb evinə. Leyla xanımla Arzu Əliyevalar gəliblər. Heç kəs gözləmirdi. Gəliblər, bəyəniblər, aldılar. Bəs bu Qızılgül əsərinizə hansı tür oxşadarsınız? Orada bir gözəllik var. Orada əslində bunu mən sizin doğum xəritənizlə bir kombinasiya eləmişəm. Onu baxanda gördüm. Qızılgül əsəri, gözəllik, estetika. Bəli. Sizin yüksələn bürcünüz tərəzidir. Tərəzi. Və tərəzi bürcləri zaten bu dünyaya gələndə onlar zövq, estetika, gözəllik. Siz gözəlliyi sevirsiniz, mən görürəm. Həm özünüz gözəl xanımsınız, ətrafınızda gözəllik görmək istəyirsiniz. Sizin mən baxıram ki, toxunduğunuz hər şeydə, evinizdə belə, açdığınız süfrədə belə biraz ona toxunacağam. Hər şeydə sizdə gözəllik, zəriflik, estetika var. Və elə bu Qızılgül əsəriniz də məncə bu gözəllik və zəriflik üzərinə qurulduğu üçün Leyla xanım, Arzu xanım da elə onu hiss elədiyi üçün ruhunuzu onu özləri üçün alıblar. Alıblar, bəli. Ona görə bilirsiniz necədir? Doğrudan da qız vaxtından da atam anamın evində olanda, hələ ailə qurmamışdım qabaqda, mən evdə də öz valideynlərimin evində də elə nəsə istəyirdim, hər şey gözəl ola. Heç öz evim deyil, mamamgilin evidir. Papamgilin evidir. Yəni mütləq gedirdim nəsə nəsə deyirdim ayana, bura xalça yox, kartina asaq. Görün o vaxtı hər evlər hamı xalça asardı. İndi evlərdə var idi kartinalar. Əl çatmaz idi də belə deyə. O dönəmdə elə idi. Amma mən o dönəmdə də belə gedirdim, şəkilləri alırdım, ramkalara salırdım. Təsəvvür edin, o dönəmdə belə deyək də, bu qızın niyə ağlına gəlsin? Axı, bu o evlərdə olmayıb, görməyib axı. Məsələ budur. Amma o yüksələn tərəzinin o zövqü, o estetikası, zövqü, məsələn, jurnallar var idi, xarici jurnallar, o vaxtlar belə qalın. Mənim əmim həmişə Fransaya gedib gəlirdilər, onlar gətirmişdilər. Həmişə o kitab, o jurnallar bizdə evdə var idi. Mən açardım, evlərə baxardım. Nə gözəl evlərdir. Elə bir o mənim yaddaşıma yazılırdı. Onda mən istəyirdim ki, bax bizim evimiz elə gözəl olsun. Bax belə. İndi də bax, harda otururam, mütləq deyirəm, hə, onu ora çəkim, bunu belə eləyim. Oturduğum yerdə baxıram, oturmuşam, baxıram, deyirəm, o kitabı bura qoyardım, bu kitabı ora qoyardım, onu belə. Özüm üçün beyin elə işləyir. Bax, mənim beynim budur, işləyir. Daima hara gedirəm, özüm üçün orada səliqə, beynimdə səliqə. Qarışmıram o evin yiyəsinə, o evə mən hörmətlə yanaşıram. Hər kəsin öz zövqü var, öz belə deyək də, öz baxış bucağı var, öz fikirləri var, öz səliqəsi var. Heç bir qadında, heç bir qadının səliqəsini qəbul eləməz. Hər kəs öz evində xanımdır. Amma özüm üçün mən gedirəm belə pis barədə yox, yaxşı barədə deyirəm, ayda onun yeri burada olsaydı, necə gözəl görünərdi orada. Görürsən, deyim, sonra deyirəm, yox, olmaz. Hər şeyin öz yeri var. Növbəti sizin əsəriniz Günəbaxan olacaq. Günəbaxanı siz hansı bürcə bənzədərsiniz? Günəbaxan biraz hardasa görünmək istəyən, üzü günəşə doğru olan, başı dik olan bir bürc. Mən deyərdim, Kazirok. Oğlaq mı? Mən oğlaqım, mən oğlaq görürəm. Ümumiyyətlə, əqrəblər oğlaqlarla uyğundur, bir-birə xarakterləri uyğundur. Su, torpaq uyğunluğu var. Mən elə görürəm, kimsə, bilmirəm, torpaqdır da oğlaq. Torpaqdır. Su ilə torpaq da bir-birinə ahəng, böyüdürlər. Bir-birlərini belə yanaşmalarda bir-birlərini bəsləyirlər. Mən deyərdim ki, oğlaq bürcü. Oğlaq bürcünə. Yaxşı. Sizin ən gözəl əsərlərinizdən biri, bayaq biz danışdıq, mən çox sevirəm Gustav Klimin əsərlərində və siz İnsan iz qoyur adlı bir əsəriniz var, onu Gustav Klimə həsr eləmişsiniz. Bəli. Bunu hansı bürcə, yəni o hissiyat olaraq sizcə İnsan iz qoyur əsəri hansı bürcün xarakterinə olardı? Deyərdim qız bürcünün xarakterinə. Qız bürcü də çox hörmət etdiyim bürcdür. Çox belə deyək də, öz yoldaşım da qız bürcüdür. Mən də qız bürcü. Siz də qız bürcüsünüz. Çox gözəl, çox gözəl.
yadıma düşür. İndi Aha, yadıma düşdü qız ki bürcü. demişdiniz ki Bəli, qız bəli. bürcüyəm. Əqrəblərlə qız bürcü Uyğunlaşır. uyğundur. Ailədə uyğundur. Mənim oğlum da qız bürcüdür, yoldaşım da yüksələni əqrəbdir. Hə. Oğlum da əqrəbdir. Yəni Yüksələni. əqrəblər ətrafımda çoxdur. Əqrəblərlə çox yaxşı yola gedirəm. Dünən ətrafın əməlli başlı hasara bölünür. Hara gedirəm, hə? Onlar sizi qoruyurlar. Hara gedirəm əqrəblərdir. Həqiqətən də onlar da belə tutucu, qoruyucu bir Qoruyucu xarakterdir. qız bürcü də elədir. Qız bürcü biraz deyərdim onlarda elə deyil. Ay, Onlar xidmət belə. eləməyi sevirlər. Hə, onlar bilsiz necədir? Onlar biraz başqa cürdülər valla. Amma sevirəm. Hisslərdən o bürcü. soyuqdular. Hisslər, bax onu demək istəyirəm. Bizi kimi belə Yox, elə deyil. Ürək. Məsələn, elə deyil. biz aeroporta hazırlaşırıq. Məsələn, üçün qısa bir şey deyim. Mən vaxtında hazır dayanmışam. Mənim yoldaşım hələ hazırlaşır. Mən də axı biraz praqmatik adamam da. Mən hər şey vaxtında dəqiq. O deyir ki, nə olub sənə? Küdürükdə hələ vaxta çox var. Deyirəm, birdən yolda bir şey olar. Birdən nə bilim nə olar. O birdən birələr məni həmişə belənçi, o ümumiyyətlə xarakterim Sizdə belədir. o son O çox rahatdır. narahat eləyir. Hə. Gedib çatacağıq da, hələ vaxta var. Hələ nə olub sənə? Niyə belə əs? Deyirəm, nə bilim, mən də Allah belə yaradıb da. Ki daha Bax, fərqimiz budur bəli. və ona görə deyirəm ki, qız bürcü ilə əqrəb bürcü ailədə o ailə uzun müddət tamamlayır. olur. Çünki əqrəb hissləri ilə sahiblənir. Qız bürcü qoruyucu xidməti ilə sahiblənir. Qız bürcü hissiyatlarda zəif olsa da, o deyir ki, mən sənə gözəl xidmət, yəni mən sənə gözəl belə deyim, diqqət göstərə bilərəm, mən qazanıb gətirə bilərəm, səni verə bilərəm. Sən də evi idarə elə, analıq elə, qayğılı, sevgili göstər. Qız bürclərində biraz hissiyat zəifdir, amma onlar çox gözəl xidmət. Nə zaman başın sıxışsa, nə zaman sən onu köməyə çağırsan, o qız bürcü o zaman onun yerində olacaq. Əqrəblər isə duyğusal olaraq ana rolunu oynayırlar, onlar sahiblənirlər, başqa onların bir qoruyucuları var. Ona görə də bu ikisi birlikdə həqiqətən də uyğunluğu çox gözəldir. Amma nə yaxşı da deyirəm ki, mən ailə qız bürcü ilə qurmuşam. Çünki o da mənim kimi olsaydı, əgər mənim xarakterimdə biz bir-birimizdən bezərdik, Bəli. yorardıq bir-birimizi. Tamamilə doğrudur. Məsələn, mən də elə belə deyək də laqeyd, amma lazım olanda yanında olan olsaydım, ailə soyuyardı. Olmayacaqdı, bəli. Soyuyardı. Bəli. Amma mən əksinə qız bürcü mənə elə gəlir ki, kişi xeylağı olanda daha yaxşıdır. Məncə daha çox deyirlər ki, qız bürclərindən çox şikayət gəlir mənə ki, Aytən xanım, qız bürcləri niyə belədirlər? Niyə belədirlər? Niyə biraz özlərini daha çox sevirlər. Bəli, bu qız bürcləri biraz hardasa onlarda soyuqluq var. Yəni özlərinə daha sevirlər, özlərinə daha düşkündürlər. Amma bu o demək deyil ki, onlar başqalarına dəstək olmurlar, ailəyə. Məsəl üçün bax, məndə də xüsusiyyət var. Yəni sevgimi göstərə bilmirəm. Yəni mən sevgi göstərirəm, amma mən çox gözəl ailəmə çox xidmət edirəm. Mən uşaqlarım üçün gözəl ana, hər şey qaydasında olsun, yeməkləri, yatmaqları, çox punktual insanam, hər şey yerində olsun. Amma mən onu xidmət kimi eləyə bilirəm. Yəni mən o sizin kimi o hissləri göstərim. Məsələn, oğlumun başını eləyirəm, amma yəni o çox o deyil. Yəni o deyil. Mən hər zaman deyirəm ki, bu o deyil. Mən bir xərçəng, mən bir balığın göstərdiyi analığı göstərə bilmirəm. Məndə daha çox dəqiqlik, xidmət, uşağımı harasa aparmalıyamsa aparmalıyam. Bəli, o olmalıdır. Uşağıma ən yaxşı bir şeylər. Xidmət odur zaten. Yəni məndə odur. Mənim də yoldaşım balıq bürcü olduğu üçün o da uşaqlara artıqlaması ilə sevgi verir. Yəni bizim evimizdə sevgi dozasını bürcü balıqdır, yüksələni əqrəbdir. Yüksələni Əqrəbdir, bürcü də su ünsürü odur. Bizim evimizdə belə deyim, sevgini yoldaşım verir, xidməti mən verirəm. Görürsüz nə gözəldir. Balans o zaman yaranır. Tərsinədir. Balans o zaman Balans o vaxt yaranır. Nə yaxşı da bax, əslində mən əvvəllər çox inanmırdım bürclərə. Amma get-gedə baxırsan ki, doğrudan da bu var. Həqiqətən də xarakterlərimiz çox önəmlidir. Hətta iki insanın bir araya gəlməsi, onların uyğunluğu, uyğunsuzluğu ailədə o çox önəmlidir. Yəni xarakterlərin uyğunluğu çox önəmlidir. Çox önəmlidir. Siz onu məndən daha yaxşı bilirsiniz, təcrübəli bir xanım kimi. Amma həqiqətən də elə növbəti sualımda belə olacaq. Mehriban xanım, ailə dəyərlərinə çox önəm verdiyinizi mən bilirəm. Mən sizi artıq yaxından tanıyıram. Bu zaten xəritənizdə olan bu su ünsürü, ay bürcünüzün xərçəngi olmasıdır. Siz həm cəmiyyətdə seçilən
bir xanımsınız. Həm də eyni zamanda da çalışan xanımsınız. Eyni zamanda da ailəyə diqqət edən. Mən bilirəm ki, siz evinizə, ailənizə dəyər verirsiniz. Evdə çox gözəl Mehriban xanım süfrələri açır. Mehriban xanım dadlı yeməklər bişirir. Ümumiyyətlə xanımlara məsləhətinizi istəyərdim mən eşidim. Hal-hazırdakı cəmiyyətimizdə xanımlar karyeraya başlayanda ev, ailə mövzuları biraz arxa planda qalır. Karyera ilə ailə münasibətini balansda saxlamağı necə bacarırsınız və bunu cavanlara, gənc xanımlara tövsiyəniz nə olardı? Onlar necə ailə ilə karyeranı balansda saxlasınlar? Bilirsiniz nə deyərdim? Ailə birincidir, o mənim üçündür. İndi kimsə nəsə fikirləşə bilər ki, yox, karyera əsas vacibdir. Mənim üçün mənə deyərlər ki, məsələn, ailəni seçərsiniz, yoxsa sənəti, yenə mən deyərdim ailəni. Mənə deyərlər ki, tutaq ki, məsələn, hər bir belə deyə dönəmdə, hər bir vaxtda, hər bir hadisədə desələr, ailəni seçərsiniz, yoxsa mən yenə ailəni seçərəm. Və qadın bilirsiniz də, evin istisidir, evin günəşidir. Siz uşaqların tərbiyəsində əsas qadındır. Qadın. Kim nə deyir desin, kişilər də vacibdir o öz yerində. Kişi arxadır, kişi dayaqdır, kişi hər şeydir ailədə. Bilirsiniz nədir? Mən uşaqları uşaq vaxtında belə ataları ilə qorxudurdum. Atavız bilər, ata belə, ata belə. Çünki ana o qədər evdədir ki, ana onlarla bir bacı-qardaş kimidirlər. Həm də ana çox sevgi göstərir deyənə. Ona görə uşaqlar anadan elə çəkinmirlər. Amma ata bir başqadır. Ata ilə qorxudursan, bilirsiniz nədir? Uşaqlar da ataya deməməyə görə çalışırlar hər bir şey elə. Yəni ailəni qorumaq ocaq bu deməkdir. Amma bizə bir dənə də bir söz deyim bizim ailədən. Mən nə qədər uşaqları deyirdim, tutaq ki, bir hadisə olurdu, balalarımızdır da, indi sizdə elə uşaqdır. İnşallah həyatda hamısının öz şəxsi həyatı olacaq. Nəsə bir o hadisələr, nəsə bir olanda mən deyirdim ki, ay Allah, ata bilməsin. Tutaq ki, ata deməyək. Türklərdə bir kino vardı, babalar duymasın. Babalar duymasın. Baba deyirdim. Mənim mamam hələ də bizə deyir, atamız bilməsin. Bu qədər yaşımız var. İndi bir söz deyim, mamamızdan soruşarsınız. Amma bizim baba bilirdi. Hər şeyi bilirdi. Mən babadan, atadan heç nə gizlətməzdim. Heç nə. Bilirsiniz niyə? Həyatdır. Dönüb bir başqa bir hadisə olar, mənə ata deyər. Niyə mənə vaxtında demək? Axı o çöldədir, o dünya görüşü çoxdur axı. Onun fikirləri başqadır. Mən qadınam. Mən məişət cəhətdən yanaşıram hər şeyə. Amma yoldaş cəmiyyətdə təcrübə, o axı illərlə cəmiyyətdə olub, insanlar görüb. Yəni, əlbəttə ki, ona mən hər şey deyirdim. İllər keçəndən sonra mən baxdım ki, mən tam doğru hərəkət eləmişəm. Çünki mən düzdür, məsuliyyəti öz boynuma götürsəm də, amma məsləhət ondan rahatlaşırdım. O mənə məsləhət verdi. Bunu belə denən uşağa, bunu belə eləsin. Amma bilməsin, mən bilirəm. Bizim ailədə bu idi. Yoldaşım həmişə hər şeyi bilir. İndi mənim balalarım baxılı deyicilər, ay ana. Bizim vaxtıkən. Sizə qurban olaram. Allah bütün balaların canını sağ eləsin. Mən həmişə deyirəm, əvvəl ana olmamışdan əvvəl bunu başa düşmürdüm, bu məsuliyyəti. Mehriban xanım, anamı heç başa düşmürdüm. İndi mən anamı o qədər anlayıram ki, deyirəm ki, həqiqətən mən indi səni başa düşürəm. Çünki övlad nədir? Övladın o deyir, dırnağına belə bir ziyan gəlsə, ananın canı necə yanır? Ananın canı nə danış, elə bir ət dırnaqdır da, bunu qoparan insan nə qədər bu ana hissi olmaq çox çətin bir şeydir. Ana olmaq, bu göz qabağında, biz heyvanlar aləminə də baxanda görürük. Ananın instinkti. Ata çəkildi qırağa, ana onu qoruyur. Bu instinktdir. Yəni biz analar bir başqa ayaqda övlada qarşı. Tamamilə doğru. Bizdə övlad gedir, sonra öz dövlətin qurur, öz ailəsi, biz çəkilir qırağa, deyirik, kaş o günlər yeni qaydardı. Yəni, mən sizə də bir məsləhət verirəm, çox ailələrə o məsləhət verirəm ki, sizin dönəm ən gözəl, xoşbəxt anlarınızdır. Çünki balalar
hələ qıraqdan heç kəs yox. Yəni dövlətsizdəsiz. Mənim yoldaşım ona həmişə mənə deyir. Mən onu hələ başa düşmürəm. Deyir ki, bu uşaqlar deyir, bunlar hələ balacadırlar. Nə qədər ki deyir, biz bunları yanımızda saxlaya bilirik. Bunları öpə bilirik, əzləyə bilirik, bunlarla vaxt keçirdə bilirik. Birazdan deyir, bunları tapmayacaq yanımızda. Yəni o qədər əzizliyin ki, çünki bu anlar bir də qayıtmayacaq. Çünki hərəsinin öz ailəsi, Allah xoşbəxt eləsin və Allah onları xoşbəxt eləsin. Başları özlərinə belə gözəl qarışsınlar. Bir də Allah yoldaşımın canını salamat eləsin ki, ondan möhkəm müğayət ol günən ki, samaları sənin yanında oldu. İnşallah. Ona görə Allah bütün balalarımızı qorusun. Allah bütün analara bala dadını datdırsın. Amin. Amin. Bütün analara. Amma balalar da fikirləşsinlər ki, ailə bir başqadır. Öz ailələrini qorusunlar. Bəli. Yəni ana, ata öz yerində, hörmət eləyin o öz yerində, amma əsas ailənizi qoruyun. Çünki ailə bir başqadır. Yəni çalışın, bacardıqca demirəm, indi cürübəcəl insanlar var, alınmır. Amma hər şeydən ötürü də düzgün deyil də ailə. Çünki mən bayaq dedim, yoldaş arxada. Həmişə ona söykənmişəm. Nə bilim, mən hərdən deyirəm ki, mən necə ola bilərdim? Məsələn, mən onsuz mən necə nəfəs ala bilərdim? Mən necə uşaqları mən bu həddə çatdıra bilərdim? Və siz deyirsiniz, hər an o məsləhətdə, yardımda mənim yoldaşım həmişə qabaqda olub. Həqiqətən də elədir. Allah haqqı. Güc alırıq. Güc. Mən həmişə deyirəm ki, düzdür, çoxları razılaşmır. Mən özüm də güclü xarakterli bir qadın kim, amma nə qədər olsa da, nə qədər güclü görünməyə çalışsaq da, qadının gücü ilə kişinin gücü bir deyil. Yəni qadın nə qədər güclü olsa da arxasında, hətta bu yoldaş olmaya da, bu ata da ola bilər. Yəni insan var ki, yoldaşlıqdır qadın. Bir qadının arxasında bir kişi dayağı, bu ata, bu yoldaş, qardaş, çox başqa bir şeydir. Çünki mən özüm görürəm, gedirik yolda bir hadisə baş verəndə kimə zəng elirsən? Ya yoldaşa, yoldaş varsa, ataya, köməyə onlar çatırlar. Yəni o anda bir qadının bir kişi gücünə ehtiyacı olur. Mən sizlə tam razıyam. Hərdən deyirlər güclü qadın. Bu mənim ola bilər öz şəxsi subyektiv fikrimdir. Bəlkə də başqa cür yazacaqlar, deyəcəklər, amma güclü qadın arxada dayaqsız mümkün deyil. O güclü ola bilməz. Tamamilə doğru deyirsiniz. Dayağın arxada əgər fərqi yoxdur, qardaş, yoldaş, dost, güclü kişi varsa, sən güclü qadınsan. Çünki arxasız qadın güclü ola bilməsi mümkün deyil. Allah Taala kişiləri güclü yaradıb. Biz qadınlar zəifik. Bizi güclü edən məhz o kişilərdir. Arxamızdakı olan bizim doğmalarımızdır. Ona görə Allah onlarsız heç bir evi, heç bir qadını ətrafında köməksiz qoymasın. Amin. Qardaş, ata, yoldaş, fərqi yoxdur. Yəni qadın güclü qüvvədir, amma güclü qüvvənin arxasında da güclü bir dayaq və qüvvə lazımdır. Belə deyərdim, dayaq olmalıdır. Düzdür. Həqiqətən. Çünki qadın zərifdir. Nə qədər güclü görünməyə çalışsaq da zərifi. Gəlin boynumuza alaq. Yəni nə qədər güclü olsaq da balaca bir şeydən, sarsıntıdan biz o zərifliyimiz artıq üzə çıxır və bizim dayağa ehtiyacımız var. Aytən xanım, Allah bizi yaradıb da, yaradardı, güclü yaradardı da. Fiziki cəhətdən güclü olardı. Bilib də niyə yaradıb? Bilib ki, bizə Allah Taala bilirsiniz də birinci Adəm Peyğəmbər yaradıb, ondan sonra Həvva xanımımız, gözəl bizim anamızı yaradıb. Yaradardı öyle birinci Həvvanı yaradardı, sonra yaradardı da. Niyə? Birinci arxa, dayağı olmalıdır. Hər bir dayaq olanda dayanır. Ona görə biz nə gözəl, zəif, gözəl, qəşəng, zəif o barədə deyil, ay zəif yeriyə bilmirik ya danışa bilmirik. Yəni incə məxluquq biz. İncə məxluquq biz. İncə məxluqun da mütləq arxası gücü olmalıdır. Ona görə Allah heç bir evi arxasız, heç bir qadını
arxasız etməsin, Amin. dayaqsız etməsin Amin, inşallah. amin Mehriban xanım. Çox təşəkkür edirəm. Təşəkkür Mehriban xanım, bir dənə bürc oyunu oynamaq istəyirəm sizlə. Deməli, bürcləri sadalayacağam, 12 bürcü və 3 dənə cavab verə bilərsiniz. Bu bürclə dostam, 2 cavab. Dostam və yaxud da uzaq dururam. Yəni o bürcə qarşı həyatınızda o bürcdən insanlar olubmu? Münasibətiniz necədir? Yəni uzaq dururam və yaxud da dostam və yaxud da neytral da deyə bilərsiniz ki, yəni heç də, yəni o bürcün nümayəndəsi mənim həyatımda olmayıb. Qoç bürcü. Bilirsiniz nədir? Qoç bürcün belə deyərdim. Qoç bürcü mən ümumiyyətlə rəfiqələrim qoç bürcü olub. Bilmirəm, siz daha doğru bilirsiniz. Niyə məndə qoç bürcüləri ilə tutub? Alınır. Özü də çox gözəl alınıb. Qonşularımda da alınıb, qonşuluq etmişəm, qoç bürcləri olub. Elə bir onlar mənə belə deyək, belə deyim də ünsiyyətimiz gözəl alınır. Gözəl alınır. Sizin Saturnunuz Qoçdadır. Qoç bürcündə olan insanlar sizin həyatınızda daha qalıcı insanlar olurlar. Qalıcıdırlar. Qalıcı insanlar olur. Saturn Qoçdadır. O belə deyim, həyatınıza gələn o bürcdə nümayəndələri daha qalıcı edir. Qalıcı, özü də çox gözəl alınır bizdə. Uzun müddətli və qalıcı. Uzun müddətli alınır. Buğalar. Buğa deyərdim ki, buğa bürcü ümumiyyətlə güclü bürcdür. Mən onları sevirəm. Onların gücünə olan iradəsini sevirəm. Onlar bilirsiniz necə bürcdülər. Bilmirəm, mən öz müşahidimlə deyərdim. İndi siz daha doğru bilirsiniz. Onlar məsləhətə qulaq asırlar, deyirlər eləyəcəm, amma öz bildiklərini eləyirlər. İnadkardırlar. Çox inadkardılar. Çox inadkardılar, amma çox gözəl insanlar. Çox möhkəm, sabit, çox sadiq. Bəli, çox sədaqətli olurlar. Məsələn, qadınları bilirsiniz necədirlər? Onlar sadiqliklə gözəl insan olurlar. Bəli. Gözəl insandırlar. Bəli. Mən sevirəm, boğa bürclərini çox sevirəm. Əkizlər. Əkizlər də vallahi elə onlar biraz dəli dolu. Dəli doludular, amma ürəkləri o qədər yoxadır. Ürəkləri yaxşıdır. Əkizlər bürcü kimi ürəyi yoxa mən insan görməmişəm. Ay Allah. Onlar da elə əqrəbə oxşayırlar. Aytən neçə dəfə baxmışam, yəni izləmişəm onları, Aytən xanım. Onlar o qədər belə hərəkətli, yerində durmayan, uşaq kimi, uşaq ruhundalar. Onlar da ailəyə belə qoruyucudular, qoruyucu mələkdirlər. Bax beləcə çalışırlar, bax belə, bax belə qoruyurlar. Mən çox vaxt o əkizləri özümə oxşadıram. Xərçəng, ay bürcünüz xərçəngdir. Xərçəng bürcü mələkdir. İnadkardır, dediyini eləyəndir, özünə görə deyil, amma mələkdir. Mələkdir, anadır, sevgidir, qayğıdır. Ataları da qayğı keçdi. Ataları qayğı keçdi, ailə pərəstdilər, valideynlərinə çox önəm verirlər. Ailəyə çox dəyər verir, vətənə. Sizin ayınız da xərçəngdədir. Mehriban xanım vətəninə çox düşkündür. Mən görürəm, çox patriotdur. Yəni ay bürcü insanlar, ay bürcü məsəl üçün xərçəng olan insanlar vətənə də çox düşkün, çox patriot olurlar. Çox patriotdular. Ailəyə də qarşı ümumiyyətlə xərçəng bürcü çox sadiq bürcdülər. Tamamilə doğru. Çox sevirəm xərçəng bürclərini. Şir bürcləri necə deyim, şir bürcü? Şir bürcü, mən şir bürcü bilirsiniz necə bürcdür? Onlar da mən deyərdim ki, onlar da ürəkləri yuxadır. Çox səxavətli olurlar. Səxavətlidirlər və onların biraz bilsən nələri var? Onlar gözəl görünməyi, ailələri gözəl görünsün, evləri gözəl olsun, ətraf oturduğu yerlər gözəl olsun. Çünki tanıdıqlarım var. Onlar hörmət olunmaq istəyirlər, dəyər görmək istəyirlər, seçilmək istəyirlər. Mən gedim, hamı mənə baxsın. Hamı mənə baxsın, hamı mənim ətrafımda olsun, hamı məni... Yəni, şir bürcü belə... Şirdir də, kral-kraliçadır. Kral-kraliça, belə deyək. Seçilmək istəyirlər. Qız bürcü... Qız bürcü... Biz möhtəşəm. Möhtəşəm. Çox sağ olun. Evimdə də möhtəşəm bir həyat yoldaşı. Mükəmməlliyətçi, xidmət sektorunda olan, hamının köməyinə çatan. Amma hər zaman deyirəm ki, qız bürclərin soyuqluğunu deyirlər çox soyuqdur, çox. Amma yəni çalışıram mən onu qəbul edim. Biraz çətin olur. Çünki onlar da yenə deyirəm, o soyuqdular. Mən deyirəm mənim olduğum kimi qəbul eləyin. Mənim özüm asılı deyil. Mən necə olmayan bir şey göstərim. Amma onlar çox açıq olurlar. Yəni belə deyim, hiyləgər olmurlar. Yox,
açıq, çox həqiqətən mərd insanlar olur. Çox mərd insanlar, çox özdə onlarda 1 qram hiyləgərlik yoxdur. Yoxdur, heç. Onlar o qədər safdılar, mələk kimidirlər. Doğrudan mələk kimidirlər. Allah haqqı, onları nə bilim, o qədər belə safdılar. Adi bir kinoya baxanda da gözündən yaş gəlir. Bəli. Bir hadisə, söz danışsa, deyirsən ki, uşaq belə elədi, bir şey gözündən yaş getdi. Amma özünə görə deyil, mərd-mərdanə, güclü, iradəli, qorxmaz. İşləyən olurlar, çalışqan olurlar. Qorxmazdılar, çalışqandılar, bəli. Arı kimi çalışqandılar. Heç yorulmaq bilməzlər. Heç. Özdə, bilirsiniz, mən onların nəyinə, onların gücünə heyranam. Onlar, məsələn, qabaqlarına məqsəd qoyurlar, mən gedim idmana, bunu tutaq ki, axıracan eləyəcəklər. Özümdən bilirəm. Tutaq ki, mən söz verirsə, bunu mən edirlər. Axırac kimi gedir, əziyyət də olsa, zəhmət də olsa, onlar onu eləyirlər. Amma baxır da, onlar əsasən ailəyə daha çox bağlıdırlar. Tərəzi. Tərəzi bürcü çox gözəl bürcdür. Estetika, gözəl, geyinsin, keçinsin, gəzsin. Həyat onlar üçün gözəldir. Hamı ilə də münasibəti çalışır, yaxşı olsun. Sevmədiyi insanı belə çalışır, yola versin. Hər zaman sülh. Biraz onlar davadan qorxandılar, söhbətdən qorxandılar. Tamamilə doğrudur. Belə, mən tanıdığım tərəzi bürcləri gözəl bürcdür. Sevirəm tərəzi bürcünü. Mən də sevirəm. Tərəzi varsa gözəllik var, balans var, uyum var, sakitlik var. Şarm var, ailə var. Övladları da çox gözəldirlər onlar. Belə qoruyucudular belə. Onlar da mənə çatmazlar. Mən biraz aşırıyam. Mən özümə ziyan verirəm. Mən, Aytan xanım, mən uşağı belə danlayanda belə özümü incidirəm. Səs tonumu özümə ziyan verirəm. İstəmirəm uşağa bir ziyan verim. Biz bürcü özümüzü içəridən məhv edirik. Amma tərəzi bürcü yox. Hər şeyi gözəl idarə edir. Hər şeyi balansda, qəşəng. Məsələn, əsl ailə xanımına yaraşır tərəzi bürcü. Bəli, həqiqətən doğrudur. Əqrəbləri zaten bilirik ki, əqrəb hansı evdə ana varsa, o kişi getsin başın balışına qoysun yatsın. Getsin pul qazansın sadəcə. Çünki əqrəbi xoşbəxt eləyən ancaq həyat yoldaşının çalışmasıdır. O biləndə ki, o çalışır, o fəda eləyəcək onu ailəsindən ötürü. Oxatanlar? Oxatan belə deyərdim. Oxatanlar da gözəl bürcdülər. Valla mən onların tanıyıram, oxatan çox yaxşı bürcdülər. Mehribandılar, keyf, pozitiv, oynasınlar, oxusunlar. Ailədə də bizdə var oxatan bacılarımda. Hansı yerdə bir də görsən keyfi durdu, oynayır, çox şən olurlar, şən, mehriban, pozitiv. Evdə bir oxatan mütləq olmalıdır, o evi pozitivdir, pozitivlik yaradır, evə şən, əhval-ruhiyyə yaradır. Oxatan mən bacım var da, bir başqa aləmdir, çox sevirəm. Həqiqətən də elədir. Oğlaqlar? Oğlaq o qədər ağıllıdır. Oğlaq o qədər məntiqlidir. Oğlaq o qədər elə bil ki, öz yaşından böyük fikirlər. Bilirsiniz, özdə insanları o qədər ehtiyatla yanaşır. Birdən bu bunun xətrinə dəyər, deyimmi, deməyimmi? Çox kövrəkdirlər. Bir də görürsünüz, nəysə bir damcı nəsə üstünə söz demək istəyəndə görsən kövrəlir. O demək deyil zəifdir, yox, zəif zat deyil. Sadəcə baxırsan ki, o pis olur ki, sən pis oldun onun dediyinə görə, o ona görə pis olur. Və belə deyərdim, bilmirəm, məsələn, mənim oğlaqım mənim evimdə nəvəmdir, mən ondan götürürəm, Mikail oğlaqdır, bəli, ondan mən götürürəm. Mən Mikaili tanıdıqca oğlaqları sevməyə başlamışam. Mən Mikaili tanıdıqca oğlaqlara hədsiz dərin hörmətlə yanaşıram, bir şəxsiyyət kimi yanaşıram. Çox ağıllı olurlar. Bilirsiniz, çox ağıllıdırlar. İnanırsınız, o qədər ağıllıdırlar ki, o qədər savadlı, ağıllıdırlar ki, özdə onlar qulaq asırlar böyüyə qulaq asırlar. Böyüyə çox qulaq asırlar. Bilirsiniz, bizim prezidentimiz də oğlaq bürcüdür. Yəni, hər zaman da özəl lider olurlar, uzaq görən olurlar. Onlar, bilirsiniz də, liderlərin bürcüdür zaten oğlaq, bəli, həqiqətən. Çox vaxt qarşıma çıxanda bu
nə büclərdən. Büclərdən. Gəlir həmişə oğlaqları açqı gözündə. Bəli. Status sahibi, statuslarında, kostyumda, hamısı elə görünür. İşçi, müdür, yüksək pozisiyada olan bir insan. Çünki çox ağıllıdırlar və uzaq görəndirlər. Çox ağıllıdırlar. Mən yenə deyirəm, Mikaildən sonra oğlaqları hədsiz sevməyə və onlara çox böyük önəm verirəm. Deyəndə oğlaqdır, özümü yığışdırıram. Bu insandan mən danışığımı belə etməliyəm. Yəni onlar çox zarafatı da sevmirlər deyim sizə. Ciddi olurlar. Ciddi olurlar. Ailəyə möhkəm olurlar. İndi bilmirəm gələcəkdə nə olacaq. Ailəyə qarşı onu deyə bilmərəm, amma mənim tanıdığım oğlaqım bir başqadır. Bir başqadır. Nə? Bir başqadır. Dolçalar. Dolçalar yaxşıdırlar. Həyat dolu, həyat dolu, öz dünyaları var. Amma öz dünyaları var. Onların öz dünyaları. Onların azadlıq ruhu var. Azadlıq. Onların ruhunu heç kim qısıtlamasın, heç kim sərhəd qoymasın. Onların bir azadlıqları var, öz dünyaları var. Çox dəli dolu, amma hamı ilə sosial, hamı ilə yola gedən. Hamı ilə sosialdılar. Və çılğınlıqlar. Ailəmdə də var. Dolçam, baxıram ki, doğrudan da elədilər. Öz dünyaları var və öz belə deyək sərhədləri var. Cızırlar bunu. Buradan bura heç kəs keçməsin. Ailəyə də bağlıdırlar. Bəli. Amma sərhədləri də qorunur. Amma gözəl bir işdir. Balıqlar sonda. Ay balıqlar, ay mələklər, amma özləri yox. Ay necə mələklər. Möhkəm adamdılar belə, amma mələkdilər. Çox fədakar. Hə, mələkdilər, amma möhkəm. Yeri gələndə həqiqətən də çox möhkəmdilər. Çox möhkəmdilər. Sözlərini deyən, edən, axıracan gedən. Bilirsiniz necədir? İnsan var ki, sözün deyir, amma o adamın xətrinə dəyməmək üçün çəkilir qırağa. Bütün büclər odur. İnanın mənə. Balıq nə qədər mələk də olsa, bir o qədər sözün dedisə, onu axıracan gedəcək. Axıracan gedəcək. Tamamilə doğru. Mən belə şey görməmişəm. Tamamilə doğru deyirsiniz. Mərhaba xanım, verilişimizin son bir sualı var. Bu ənənəvi bir sualdır. Bizim verilişimizin formatı və adı Merkuri Retrosudur. Merkuri Retrosu yəni keçmişə doğru bir səyahət etmək. Merkuri Retrosu. Merkuri Retrosu. Merkuri ünsiyyətdir, kommunikasiyadır. Retroda keçmişdir. Biz hal-hazırda keçmişə getdik, müəyyən mövzuları müzakirə elədik və verilişimizin sualına, ənənəvi sualına əsasən bu sualı sizə vermək istəyirəm. Mərhaba xanım, öz həyatınıza bir Merkuri Retrosu etsəydiniz, yəni keçmişə bir getmə şansınız olsaydı, həyatınızda nə isə dəyişərdinizmi? Və yaxud da nəsə bir işiniz varmı, onu tamamlamamısınız, onu tamamlayardınız? Bəlkə də bir şey, bir söz demisiniz, o sözü demək istəməzdiniz. Elə bir şeylər var ki, ürəyinizdə qalıb və kaş ki, mən onu o vaxt etməzdim və yaxud da ki, bunu deməzdim deyirsiniz. Yox, siz belə deyərdim Aydan xanım, hər bir insanın öz özəl həyatı var da, öz özəllikləri var, özəl və özünə aiddir. Məndə də hamımızın öz şəxsi həyatımız var, özümüzə aid olan həyat var. O qədər hadisələr olub ki. Yadınızda qalan, bəlkə məsələn uşaqlarınızla bağlandı. Mən əqrəb bürcüyəm də, məndə heç vaxt heç nə yadda qalmır. Bunu bilin. Amma bir də görürsünüz ki, uşağın nəsə bir xətrinə dəymişəmsə, xətrinə dəymiş, tutaq ki, nəsə bir balaca üstünə çılğınmışam elə bir yerdə ki, mən onu etməməli idim, məsələm üçün. Mən onu, belə deyək, mütləq onu mən təzədən yaşatmalıyam o uşağa və onun könlünü almalıyam. Məndə belə bir şey var. Çünki mən o anı mən təzədən yaşadıb, onu mən başqa tərəfdən yanaşıram və o silirsiniz. O yaşanan negativi silirsiniz. Yaşanan negativi silirəm. Bu mənim xarakterimdir, xasiyyətimdir. Həmişə də belə olmuşam. Mənə elə gəlir ki, tək öz aləmi demirəm, elə uşaq vaxtından belə olmuşam. Anama, atama qarşı tutaq ki, məsələn üçün nəsə bir balaca səsimin tonunu artırmışamsa, mən onu mütləq ödəmişəm, nə deyərlər, mütləq o qədər mən onlara dəyər, aşırı dərəcədə vermişəm ki, o həmin mən bir balaca səs tonumu qalxmağımı mən rahatlanım. Çünki mən çox içimə salan insanam, çox pis oluram və o mənlə gedir, məni içdən yeyir. Ona görə çalışıram ki, onun başqa cür qarşısını alım da. Yəni,
ona bir dirək verim, belə deyək. Və o mövzunu artıq həll edəsiniz. Həll eləyirəm. Çox gözəl Mehriban xanım. Deməli, biz verilişimizin sonuna doğru yaxınlaşırıq. Amma verilişin sonuna doğru yaxınlaşanda ilk öncə sizə bu bizim verilişin sponsoru olan Silk Note markası var. Hansı ki ipəkdən şarflar hazırlayırlar. Bu gün sizə özəl onların bir hədiyyəsi var. Mən istəyirəm bu hədiyyəni sizə təqdim edeyim və sizə açasınız. Çünki burada bu bəli, əlbəttə açmaq olar. Bu markada özəl bir seriya var. Bu yeni seriyadır və bu markanın belə deyim, ipəyi üzərində sizin adınız, sizin doğum xəritəniz, sizin bürcünüz, hər bir şey çox gözəl şəkildə işlənib və sizə özəl olaraq hazırlanıb, Mehriban xanım. Və sizin doğum xəritənizi mən təqdim eləmişəm onlara. Bəli. Ne gözəl. Sizin bir rəssam xanıma. Baxın. Oy, nə gözəl. Bu əks tərəfində sizin adınız Mehriban xanım. Baxın Mehriban. Bu sizin doğum xəritəniz. Bax mən buradan sualları hamısını burada hazırlamışam. Bəli. Bu ancaq sizin xəritəniz. Bu heç yerdə yoxdur. Sizin bəli. Bürcünüz də var üzərində. Baxın, Əqrəb bürcü. Planetləriniz var üzərində, adınız yazılıb. Bu doğum xəritəniz. Məsələn, bu xəritənizə baxmaq istəyəndə hər şey burada var. Ay bürcünüz xərçəngdir. Baxın, yüksələniniz tərəzidir. Əqrəb bürclərində steliumunuz var. Hər şey burada var. Və bu sizə özəl hazırlanıb. Silknotdan sizə çatdırıram. İnşallah bəyənərsiniz. Çox gözəldir. Təşəkkür edirəm. Çox sağ olsun. Silk Note. Silk Note. Bəli, Silk Note markası. Silk Note markası. Təşəkkür edirəm. İpək markası. Sizə hədiyyə verdi. Çox gözəldir. Mən özüm də öz adımdan sizə çox təşəkkür eləyəcəm. Hə, çox gözəl, çox yumşaqdır. Təşəkkür edirəm. Sağ olsunlar. Təşəkkür edirəm. Çox sağ olsunlar. Bu mənim üçün bir özəl oldu. Doğrudan özəl oldu. Çünki biri var ki 5 adam da, 10 adam da. Bəli, bu sırf sizin üçün. Biri var ki, sırf mənim üçün hazırlanıb. Təşəkkür edirəm. Əziyyətinizi halal edin. Mehriban xanım, çox təşəkkür edirəm gəldiyiniz üçün. Verilişimdə iştirak elədiyiniz üçün. Sizin xətriniz mənim üçün zaten əzizdir. Bilirəm, gecə yoldan gəlmisiniz. Məni qırmadınız. Bugün gəldiniz, iştirak elədiniz. Bəli, bilirəm. Çox təşəkkür edirəm. Həqiqətən də çox gözəl bir veriliş oldu məncə. Tamaşaçılarımıza da maraqlı oldu. Təşəkkür edirəm. Biz sizə təşəkkür edirik. Mən sizə təşəkkür edirəm. Sizi çox sevirəm. Mən sizi sevirəm. Nə yaxşı varmısınız. Təşəkkür edirəm. Siz də nə yaxşı ki varsınız. Çox sağ olun. Əziz izləyicilərimiz, bugün daha bir Həyatın Merkur Retrosunun sonuna gəldik. Gələn verilişimizdə növbəti qonağımızın həyatına Merkuri səyahət eləyəcəyik.